Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Qəribədir ki, Ramiz Novruzovun sağlığında münasibəti soyuq olan adam indi ölüsü ilə ədavətdədir. Onun oğlu ilə mübarizə aparır. Xəbər verilir ki, bu sözləri mərhum xalq artisti Ramiz Novruzovun aktyor oğlu Cavidan Novruz xəbərin var verilişində deyib. O, atasının xatirə gecəsinə gəlməyən aktrisalardan danışır. Orada böyük məhəbbətlə Firəngiz Mütəllimova, Bəsti Cəfərovanı gözlədim. Sağlığında atamla yaxın sənət dostu olub. Məni çox məyus etdi. Gözüm yolda qaldı. Onlara senaryoda yer də vermişdim. Onlar atamın son nəfəsinə qədər səhnədə çiyin-çiyinə çalışıblar. Ən azından deyərdilər ki, problem var. Onsuz da inanmayacaqdım. Çünki son günə qədər zəng vurdum ki, gözləyəcəyəm və söz verdilər.